insanlığımızı necə qoruyaq? İnsanlığımızı necə qoruyaq ki, vicdan ölməsin? Bu namaz qılana da aiddir, qılmayana da aiddir. Hər bir vətəndaş özünü təbii ki, vicdanlı hesab edir və üzərinə düşən vəzifələr var. İnsan bugün kasıb da ola bilər. Kasıb olsa da yaşayacaq. Xəstə olsa da müalicə olunacaq. Amma vicdanını bir adam itirərsə, artıq özünü də itirmişdi. Çünki vicdan insanın daxilindəki Allahın oyatdığı nəzarət hissidir. Vicdan insanın daxili nəzarət hissidir. Biz çalışdığımız qədər ruhumuza, mənəviyyatımıza çox fikir verməliyik, xüsusilə bu dönəmdə. Cismimizə müalicə etdirdiyimiz kimi, cismimizdə hər hansı bir xəstəlik tapıldığı zaman həkimə müraciət edirik, amma çox təəssüflər olsun ki, daxili ruhu xəstə olanda, vicdan xəstə olanda, iman xəstə olanda, insanın ruhu çatışmazlığı yarananda Allaha müraciət eləmir. Bu çox təəssüflər olsun, belədir. Bir alim belə bir söz deyib, bunu zamanında deyib. Bir şəhəri dağıtmaq üçün bomba lazım deyil. Lakin vicdanları öldürmək kifayətdir. Ola bilər ki, sən bir məmləkətə, bir cəmiyyətə bir bomba atasan, o insanlar müxtəlif və müəyyən adamlar bir qismi ölsün, halak olsun. Amma bir cəmiyyətin vicdanını susturmaq, vicdanını öldürmək, onun gələcək nəslini yox eləmək deməkdir. Ona görə bu alim çox böyük bir düşüncə ilə bu sözü deyib ki, bir şəhəri dağıtmaq üçün bomba lazım deyil, lakin vicdanları öldürmək kifayətdir. Əgər bugün insanlar yalan danışırsa, yalan danışanda narahat olmursa, haqsız qazanc əldə edəndə utanmırsa, qonşunun dərdinə biganə qalırsa, bu artıq vicdanın zəifləşməsinin əlamətidir. Mən hər zaman qeyd edirəm, tarixlər boyu bəşəriyyət yaranandan bəri bugünə qədər xeyir olub, şər olub. Vicdanlı insanlar olub, vicdansız insanlar olub, zalim olub, məzlum olub. Xeyir və şər olduğu kimi həyatda haqla batil də olub. Mən belə qənaətə gəlmişəm ki, bu mənim şəxsi fikrimdir. İnsan cibinin boş olmasına görə kasıb olmur. Bir insanın cibində pul yoxdursa, o kasıb deyil. Ona kasıb demirlər. Ən böyük kasıb nədir? Kasıb kimə deyirlər? Ən böyük kasıblıq mərhəmətin bitməsidir. Ən böyük kasıblıq vicdanın susmasıdır. Ən böyük kasıblıq Allahı unutmaqdır. Yəni, ola bilər ki, bugün bir insan varını, dövlətini, hər şeyini itirirsə, bu itki sadəcə bir itkidir. Onu tapa da bilir. Amma insan vicdanını itirirsə, vicdanı susursa, bugün Allahı unudursa, ondan böyük təhlükə ola bilməz. Mən bir neçə gün keçən cümədən
Dünən axşama qədər, cümə axşamına qədər hər zaman bir axtarış verirəm özümdə. Kitablar axtarıram, oxuyuram, mütaliələr eləyirəm və dünyaya fikir verirəm. Dünyada dəyişənlik, gedişata baxıram. Belə bir nəticəyə gəlirəm ki, müasir dünyamızın faciəsi. Müasir dünyamız faciənin içindədir. İndi izah eləyəcəm. Niyə görə müasir dünyamız faciənin içindədir? Bugün insanlar kosmosa gedirlər, bilirsiniz də. Kosmosa gedirlər, süni intellekt əsridir, dövrüdür. İnsanlar kosmosa gedirlər, amma eyni binada yaşayan qonşunun adını bilmirlər. Paradoksallığa baxın. Uzaq bir məsafəni qət eləyir, amma 5-ci mərtəbədə yaşayır, 1-ci mərtəbənin qonşunun və yaxud 4-cü mərtəbə qonşunun adını bilmir. 1000 kilometrlərlə uzaqdakı xəbərləri öyrənirlər, amma evin içində övladlarından, ailəsindən, övladlarının dərdindən xəbərsizdirlər. Çox ailələr var. Dünyanın hər yerindən xəbər verir, amma ailənin içindən xəbərsizdir. Övlad necə, hansı yoldadır, uşağı hansı yolla məşğuldur, xəbərsizdir. Saniyələr içində dünyanın o biri başı ilə danışır, amma Allahla 5 dəqiqə danışmağa vaxt olmur. Bu inkişaf deyil. Əksinə, bu vicdanın sönməsidir, bu ruhun yorğunçuluğudur. İmam Əli Aleyhisselamın hədislərinin birində var. İmam Əli buyurur ki, "Ən-nasu niyamun fe-izâ mâtu intəbəhu." İnsanlar yuxudadırlar, insanlar yatıblar. Öldükləri zaman oyanacaqlar. Biz çox zaman bəzi uşaqlar kimi gecə-gündüzü səhv başa düşürük. Bəzi uşaqlar var, körpə, 2 aylıqdır, 3 aylıqdır, o gecə ilə gündüzü qatışdırır. Biz də bəzən gecə ilə gündüzü qatışdırırıq. Biz bəzən axirətlə bu dünyanı səhv salırıq. Biz elə başa düşürük ki, bu dünya keyfdir, bu dünya ləzzətdir, bu dünyada hər şeyi görə bilirik. Amma axirətdə gördüklərimizi əgər biz indidən görsəydik, bu dünyanın körlüğünü hiss eləyərdik. Amma çox təəssüflər olsun ki, dünya pərəstlik, dünya girlik, dünya mənəm-mənəmliyi, şöhrət, var, dövlət, mən nə bilim, sevgi, bunlar hamısı bizim gözümüzü kör eləyib, bizim gözümüzü tutub. Biz dünyanın işıqlı bilirik, axirəti qaranlıq. Əksinə, axirət işıqlıdır, dünya qaranlıqdır. Boş yeri Həzrət Əli demirdi ki, Həzrət Əli bütün elmi bilirdi, kainatda qalaktikaları bilirdi ki, nələr baş verəcək. Deyir, insanların çoxu yatıb, yuxudadır. İnsanlar həqiqətən yuxudadır. Bu qədər faciələr baş verir, hələ insan yatıb. Bu qədər biganəliklər baş verir, hələ insanlar yatıb, susqundur insan. Və belə bir tendens, mənə nə? Qardaş, bu mənənələr bizi öldürüb, mənənə gəlib sənin evvə girib, səni sonra öldürürlər, deyil, sənə bu. Cəmiyyətin bir qismi yatıb. Bu günün ən böyük sualı nədir bilirsiniz? Bu gündən böyük sualı nədir? Düşünəcəksiniz. Amma düşünməyə ehtiyac yoxdur. Mən cavab verirəm, hər kəs düşünə bilər bu sözdə. Bugünkü günün ən böyük sualı, biz ölmədən əvvəl görəsən oyanacağıq-mı? Onsuz da insan öləndən sonra oyanır da, Həzrət Əli buyurur. İndi görəsən, bugünkü gündə sual verib, biz ölmədən öncə heç oyanacağıq-mı görəsən? Bizdə bir oyanıq əmələ gələcək. Bir çox təsirli bir hekayə mənim qarşıma bir dəfə çıxdı.
Bir alim yazırdı, deyir, bir gün qəbirstanlıqdan keçirdim. Birdən öz-özümə dedim ki, burada yatanların hamısı gələcək planları var idi. Burada yatanların hamısının planları vardı. Bir dənə qəbirstanlığa gedin, görəcəksən orada elə şəxsiyyətlər yatıb ki, hərəsinin böyük ideyaları var idi. Biri bina tikən idi, biri şəhər salan idi, biri ev yıxan idi, biri ev tikən idi. De kimlər var, xəyallar qururdu özü üçün. Həmin alim də yazır ki, öz xatirələrində deyir, birdən öz-özümə dedim ki, burada yatanların hamısının gələcək planları var idi. Biri deyirdi ki, Allah mənə gələn il ömür versin, tövbə eləyəcəyəm. Digəri deyir ki, biraz pul yığım, yaxşılıq eləyəcəyəm. Biri deyirdi ki, Allah mənə fürsət versin, macal versin, imkan versin, bunu edəcəyəm. Amma ölüm onların planlarının hamısını dəyişdirdi. Qəbirstanlığa gedək, bir qəbirstanlığa öz atamızı, anamızı, doğmamızı, bacı və qardaşımızı öz əlimizlə qəbirstanlıqda dəfn eləyirik. Başda elə mən olmaqla. Qardaşımı dəfn eləmişik. Qardaşımdan öncə atamı, anamı, bacı oğlu, qardaş. Hələ yavaş-yavaş özümü misal gətirirəm ki, qəbirstanlıqda başlayırıq Allahı düşünməyə. Belə bir söz deyirik, hə, ölüm var imiş, mən də öləcəyəm, yaxşılıq eləyək. Nə qədər fürsət var, Allaha tərəf qaydaq. Nə qədər fürsət var, qəlb sındırmayaq. Nə qədər fürsət var, əlimizdə fürsəti fot eləməyək, zamandan, vaxtdan istifadə eləyək. Elə ki, anamızı, atamızı, qardaşımızı qəbrə qoydub, qəbirstanlıqdan çıxandan sonra başlayırıq kimin torbasını tikək. Kimin evin yıxaq. Vallahi mən bəzən yazılığım gəlir o pul yığan adamlara. Yazılığım gəlir o pul yığan adamlara. O vaxtında xums zəkatını çıxardıb fəqirləri infaq etsəydi, bəlkə o günə düşməzdi. Yığır, axırda heç özünə də qismət olmur, övladlarına da qismət olmur. O bu gəlir onun kürəkən, yad bir adamda kürəkən. Oğul heç olması deyərsən, öz belindən əmələ gəlib. Kürəkən sənin var dövlətinə sahib olur və sənin qızını da istismar eləyir, zülm eləyir və illərlə yığdığın o haram ki, heç nəyə əhəmiyyət vermirdin, halal haram əhəmiyyət vermirdin, indi qəbirdə pis vəziyyətdəsən, sənin keyfi yadlar çəkir. Yığdıqlarından keyflər yadlar çəkir. Mənim yazıllığım gəlir bu adamlara. Vicdan ölüb ölməyib. 1 milyon dollar yığır, infaq etmək üçün deyirsən birini 10 manat vermir. Vicdan ölüb ölməyib. Ölüb. Belə adamlara yazıq demək olar, bədbəxt demək olar, nəinki yazıq. Ölüm bütün bu planları dəyişir. Bir gün gələcək, bu Peyğəmbər mənbərindən deyirəm, xitab kürsüsündən deyirəm, hamımızın adı çağırılacaq. Bax, burada oturanlar hər kəsi adla çağıracaqlar. O gün bizdən soruşulacaq, nə gətirmisən? Hədislərdə qeyd olunur, deyir, elə ki, insanı qəbrə qoydun, qəbrə qoyulandan sonra üst örtüləcək, Allahın mələkləri qəbrə daxil olacaq, deyəcək, nə gətirmisən? Bununla məsələ bitmir. O qəbrin içidir. Çöldə ailə, uşaq bilirsən nə deyəcək, nə qoydun getdin? Qalmısan 2 dənə yoxluğun arasında. Mələklər deyir, nə gətirmisən? Ailə, uşaq deyəcək, nə qoydun getdin? Hər kəsdən bu sual olunacaq. Hər kəsin adı səslənəcək. Ey Surxay, İbni filan kəs, nə gətirmisən? Pul? Yox. Vəzifə? Yox.
şöhrət yox. Quran-ı Kərimin təbiricə desək, Əş-Şuara surəsinin 88 və 89-cu ayəsində Allah Teala belə buyurur. O gündən mal dövlət, nə də övlad fayda verməz. Görün, Quran deyir, o gündən mal dövlət, yığdığınız nə mal dövlət, nə də övlad sizə fayda verməyəcək. Sizə fayda verən ancaq Allaha sağlam qəlblə gətirilən iman olacaq. Qəlblə gələn kəs olacaq. İlahi, mən heç nə gətirməmişəm, amma sənin yanında üzü qarayam. Dünyada mənə hər bir şan şöhrəti verdin, izzəti verdin. Amma şükür eləyirəm ki, 2 rükət namazım var. 2 rükət namazım var.